Salam, bir anlıq düşünək. Bəlkə də bizə hər şeyin bitdiyini deyən o son sözü əslində heç də son demək deyil. Gəlin bugün sizinlə birlikdə tək bir sözün dərinliklərində gizlənən, ağla gəlməz bir sirrin pərdəsini aralayaq. Çünki bilirsiniz, bəzən ən böyük həqiqətlər elə burnumuzun ucunda olur. Bəli, sualımız budur. Bəs son bir son olmasaydı? Bir anlıq təsəvvür edin də, baxdığınız hər filmin, oxuduğunuz hər hekayənin bitdiyi o nöqtə var ha, əslində bir final deyil, tamam başqa yeni bir şeyin başlanğıcıdırsa, bax bu fikir var ha, bugün sizinlə çıxacağımız bu zehni səyahətin əsas açarı olacaq. Və budur, bütün bu sirrin mərkəzində dayanan o söz. Crash. İlk baxışda, çox sadə görünür, serb dilində tərcüməsi sadəcə son deməkdir. Amma inanın mənə, biz bu sözün təbəqələrini bir-bir qaldırdıqca görəcəksiniz ki, bu sadə görünüşün altında əslində bütöv bir fəlsəfə, bütöv bir kainat yatır. Deməli, hekayəmiz belə başlayır. Qəhrəmanımız Ki adlı bir adamdır. Gözünüzün önünə gətirin. O, hər tərəfi şüşə olan, sonsuz əkslərlə dolu bir labirintin içində itib batıb, tamamilə yorğun, beyni dumanlı və ümidini itirmiş halda bir çıxış yolu axtarır. Amma əsas məsələ odur ki, bu labirint sadəcə şüşədən divarlar deyil, əslində bu onun öz zehninin, öz daxili dünyasının bir güzgüsüdür. Yaxşı, gəlin K'nin yerinə keçək və onunla birlikdə bu müəmmalı tapmacanı çözməyə çalışaq. Yol boyu onun qarşısına çıxan ipucularını addım-addım izləyəcəyik. Unutmayın, burada hər bir hərf, hər bir simvol boş yerə deyil. Hamısı onu həm bu labirintdən çıxışa, həm də ən əsası öz daxili həqiqətinə bir addım da yaxınlaşdıracaq. Kanın atdığı ilk addım əslində çox dərin bir məna daşıyır. O, soyuq şüşə divara öz baş hərfini cızır, K. Baxın, bu hərəkəti ilə o sadəcə bir iz buraxmış olmur, eyni zamanda özünü bütün bu tapmacanın tam mərkəzinə yerləşdirir. Artıq o, problemin də, həllin də ayrılmaz bir parçasıdır. Çox güclü bir başlanğıcdır, elə deyilmi? Və labirintin dərinliklərinə doğru irəlilədikcə, K qəribə bir mənzərə ilə qarşılaşır. Zamanın özü ilə. Bütün divarları saatlarla dolu bir otaq. Və tam gecə yarısı olanda, əsas saatın əksində iki sirli hərf peyda olur. J və K. Bu nöqtədə hekayəmizə yeni, olduqca müəmmalı personajlar daxil olur. Onlara zamanın keşikçiləri deyə bilərik. Və bu zaman keşikçiləri ilk sirri mesajlarını ötürürlər. Deyirlər ki, son bizim içimizdədir. Bax bu cümlə var ha, bu hər şeyi alt-üst edir. Deməli, K'nın axtardığı cavab o şüşə divarların o tərəfində deyilmiş. Cavab daxildəymiş. Yaxşı, bəs bu konkret olaraq nə anlama gəlir? Və o aydınlanma anı bilirsiniz haradan gəlir? Ən gözlənilməz yerdən. Onun öz əksindən. Ki, güzgüyə bənzər şüşəyə baxanda görür ki, hərflər sanki rəqs edir, fərqli bir şəkildə birləşir. Bu o qədər güclü bir mesajdır ki, yəni bəzən həqiqəti tapmaq üçün uzağa getməyə ehtiyac yoxdur, sadəcə güzgüyə, yəni öz içimizə baxmalıyıq. Hiss edirsiniz, böyük kəşf anı artıq çox yaxındır. Və budur, o an gəlib çatdı. K birdən-birə başa düşür ki, crash sözü heç də bütöv deyilmiş, əslində iki hissədən ibarətdir. Bir tərəfdə onun özü, yəni K hərfi, digər tərəfdə isə onun içində gizlənən tamam başqa bir söz, rush. Deməli, bütün sirrin açarı elə bu parçalanmadaymış. Və beləcə ilk böyük həqiqət gün üzünə çıxır. Fikirləşin bir, son mənasını verən crash sözünün içində, lap əvvəldən bəri, cənnət mənasını verən rush sözü gizlənibmiş. Bu nə deməkdir? Bu o deməkdir ki, sonun özü əslində elə cənnətin özüdür. Möhtəşəm deyilmi? İndi o saatlarla dolu otağın məması da aydınlaşır. Gecə yarısı bu sirrin başladığı nöqtədir. Saat 1 yeni bir başlanğıcın simvoludur və saat 11 köhnənin bitdiyini, sonun yaxınlaşdığını göstərir. Yəni zamanın özü bizə pıçıldayır ki, sonlar və başlanğıclar ayrı-ayrı şeylər deyil, əslində eyni bir dairənin, eyni bir dövrün fərqli üzləridir. Zaman keşikçiləri yenidən səhnəyə çıxır, amma bu dəfə mesajları daha aydın, daha anlaşıqlıdır. Son sadəcə bir dəyişiklikdir. Onlar təkcə Kiyə yox, elə bizə də başa salırlar ki, sondan qorxmağa heç bir lüzum yoxdur. Son dediyimiz şey sadəcə bir vəziyyətdən, bir formadan digərinə keçid mərhələsidir.
Və gəlib çatırıq hekayənin kulminasiya nöqtəsinə. Sübh açılır və Kane'ın o şüşə həbsxanası sanki buxarlanıb yox olur. Amma aldanmayın, bu fiziki bir qaçış deyil. Bu, tamamilə bir zehni aydınlanmadır. Onun beynindəki o həbsxana dağılananda fiziki divarlar da öz mənasını itirir və Kay o an anlayır ki, o əslində heç vaxt məhbus olmayıb. Həbsxana onun öz düşüncələri imiş. Bax, bu anda hər şey tamamilə yeni bir məna qazanır. Kaan'ın o qədər əziyyət çəkdiyi, içində itib batdığı o dolaşıq labirint, sən demə, heç də həbsxana deyilmiş. O, cənnətin içindəki bir yol, bir cığır imiş. Buradan çıxan nəticə nədir? Deməli, bəzən mübarizənin özü, o çətin yolun özü elə məqsədin bir hissəsidir. Və zaman keşikçiləri son ən güclü, ən yadda qalan həqiqəti dilə gətirirlər. Son sadəcə bir keçiddir. Yəni son dediyimiz şey bir qapının üzümüzə çırpılması deyil. Əksinə o, bir otaqdan digərinə, bir vəziyyətdən digərinə aparan bir dəhlizdir, bir körpüdür. Və beləliklə, Kane'in səyahəti tamamlanır. O, artıq o itkin, qorxu içində olan adam deyil. O, aydınlanmış, həqiqəti anlamış bir insana çevrilib. Artıq son kəlməsi onu qorxutmur. Çünki o çox yaxşı bilir ki, həyatda qarşısına çıxan hər bir son, əslində yeni və bəlkə də daha gözəl bir məkana açılan bir qapıdır. Yaxşı, bütün bu hekayədən sonra gəlin bu fikri bir anlıq öz həyatımıza tətbiq edək. Bəlkə də bizim də bu artıq sondur dediyimiz o anlar var ha. Bitən bir iş, nöqtə qoyulan bir münasibət. Bəlkə də bunlar heç də həbsxana deyil, sadəcə bir keçiddir. Və əgər doğrudan da hər son bir keçiddirsə, onda əsas sual budur. Siz, bəs siz hansı cənnətə doğru addımlayırsınız?